Aday kimi. Aday kimi necə Peyğəmbər sallallahu əleyhi və səlləm deyib, edib, onlar da elə keçirdilər. Aşurada oruç tuturdular. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm Aşura günü oruç tövsiyə edib bizə. Peyğəmbər sallallahu əleyhi və səlləm oruç tutardı, sadəcə bir gün qabaqla ya bir gün sonra fərqi yoxdur. Və təbii ki, aydındır ki, Peyğəmbər sallallahu əleyhi və səlləm tutanda, tövsiyə eləyəndə Əli radiyallahu anhu o da tuturdu. Həsən radiyallahu anhu, Hüseyn də radiyallahu anhu, onlar da tuturdular. Yəni ondan qabaq oruç tutulurdu. Bu ayda xüsusi ehsanlar, qurbanlar, belə bir şey varmı? Yoxdur belə, hansısa xüsusi ibadət yoxdur belə şey. Adaydır. Sadəcə bir dənə Aşura günü var, o da oruç. Aşuranın, Məhərrəmin 10-u olur. Məsələn, 9 dənə onu tutmaq olar, 10-dan 11-i. Və salam və əlavə, məsələn, kim istəsə oruc. Və salam. Peyğəmbər sallallahu əleyhi və səlləm Aşura orucu barədə deyib ki, bir il keçmiş günahları yuyur, kiçik günahları. Belə fəzilətlidir. O da Musa ilə bağlıdır. Musa əleyhissalamla. Və salam. Nəsə qeyri-adi bu ayda ibadət, belə şey yoxdur yəni müsəlmanlarda. Sadəcə ola bilər idi İslamda hansısa bir təriqət, nəsə seçim hansısa ayı və s. Əslində yoxdur belə şey. Bəli.